Bəli. Mən təkrardan Aydötü sizdən təşəkkür edirəm. Qəşəng mövzunu açdınız və xüsusən o məsələni ki, buyurdunuz, rəhmətlik Pişəvəri Əli ilə İran xəritəsini çəkir və onu hifz edirdi. Biz bu çərçivənin içində özümüzə bir milli hökumət qurmuşuq və onun içində söhbət elədik. Mən bundan istifadə edirəm, üz çevirirəm ustadımız Ayı nəzəriyə. Hər halda bizlər ki, xub sizdən kiçiyik yaşda, elə cənabınız da o zamanı görməmisiniz, elə Aydötü də lap kiçiklik zamanların görübdür və yəqinən atalardan, babalardan, böyüklərdən bir nəqllər eşidiblər, bir vaqiətləri eşidiblər, bilirlər. İndi ay nəzəri, siz özünüz bu barədə böyüklərdən, babalardan, o adamlardan, bu xatirələrdən nə eşidibsiniz ki, Təbrizdə Pəhləvi rejiminin ərkeşi neynədi və hətta gələk Urmiyəyə. Gələk Urmiyəyə əslən. Çünki o zaman Azərbaycan Urmiyədə də bu məsələlər oldu, bu cinayətlər oldu. Siz Urmiyədən nə eşidibsiniz? Urmiyədə bunlar nə faciələr törədiblər? Siz eşitdikləriniz nədir? Bunu da lütfən bir açıqlayasınız. Üzrəm, malumuda mən danışırdım. Sənanlığımda dedim ki, dinosorlar aradan getdilər, illəti vardı filan. Bir sözlər dedim, sonra bir nəfər soruşdu ki, siz illətin nə mənə gördünüz, nə mənə bildiniz? Dedim, o zaman mən yoxudum. Bəli, oxumuşam deyiblər, bunların mənziləri kiçiydi. Ona görə oradan getdilər. Yəni, büyük nəgər bəşər bir hesab tapıb Tovsəyə tapıb hala. Adı Tovsəyədir ya hər nədir. Biləxərə bəşər onun cayguzini olub, dünyanın sahibi olub. Dinosorların mənziləri kiçiymiş. Oradan getməkləri buymuş. Hər bir sistem, hər bir rejim istəyə məğzi kiçik ola, böyütməyə məğzini, aradan gedir. Ərz eləyim, bu hər yerdə, bu iki Pişəvəriyə deyələ, komünistliyə, komünistin məsələ, girəm komünist. O dünyanın yarısı komünist, yarısı sərmayədardır. Bu iki kişilərdir də, buluş, şərq, qərb. Bu nə olsun ya? Biz önce de hamısını öldürək. Bir də Məsihidir, bir də müsəlmandır, bir də Yahudidir. O neyniyək bu? Yəni, indi bir nəfəri müttəhim edəsən, o Məsihidir. Və ermənilərə bunlar söz deyəndə, biz deyəndə narahat olurlar. Biz deyirik, erməninin özü ilə, dini ilə işimiz yoxdur. Biz deyirik, bu gəlib bizim ölkəmizdə yaşır, sonra əsləhəni alır, bizi öldürür. Bunu hər kəs məhkum edir də, ya sən ki getdin ora, bu 30 zəhər yerində zindiqanlığını elə də. Axı, bu olmaz ki, böyle Şurəvi o zaman Ermənistanı gətirib orada müstəqil eləyib, Azərbaycan yeridir. İrvan müsəlman şəhəridir, Azərbaycan şəhəridir. İndi girəm bu qüdrətli oldu. Amerikan qüdrəti keçdi Ermənistanı. Bu gəl bizi öldürə. Ama bizim de qüdrət zamanımız olub. 1000 il bu İrana bizim qüdrət sahibimiz olub. Hansı gün bir nəfər öldürdük deyə, gedin filan nəsl öldürün, filan dil öldürün, filan. Vallahi mən o hər yerdə oxuram, görürəm elə o Farsın gəlişməsi, Tovsəyəsi elə tüylər zamanı olubdur. Mən özüm bir qolu sənnimiz aza vermir, o məsali görməmişəm. Amma mənim bir əmim vardı, öyey əmi biz deyirik. Amma o yer natəni. O xoydulardı. Ərz eləyim. Mən getmişdim dədəmin mövridində ki, nə oldu, nə təsadüf elədi, nə oldu, harada qullandı, harada öldü. Bu mənə bir xatirə dedi Urmiyədən və təqribən 21 Azərdə. Bu dedi ki, əvvələn bunu deyim ki, qəbl əzin ki, firqə şikəsiyə və ərteş varıdı Urmiyola,
ondan qabaq Ərteş şikəst yemişdi, firqə hakim olmuşdu. Bir nəfər Yeşanlılardan Nurullaxan Yeşanlı. Bu buranın, sonralar oldu buranın rəisi şəhərbanisi firqə zamanı. Bu ondan qabaq savadlıydı, çox dəyərli bir insanıydı. İranın hər yerində bir gəlişmə olub, bir hərəkət olub, budurdadır. Gilanda olubdu, Məşəddə olubdu, Nəmidanın Bəndər Əbbasda olubdu, Çaldıranda olubdu. Hər yerdə bir dənə məsələ yaranıb, Nurullaxan Yekanur da sərlərdəndir, ələmbədəslərdəndir. Bu firqə zamanı ki, Zəncənə buranın rəisi ləşəri idi, Zəncənə tutulur. Zəncənə tutur, firqə paytalı zindana, Dadıqa təşkil verir buna. Dadıqa təşkil verəndə Nurullaxan Yekanur bunun vəkili olur. Sərvan, timsar dində, hayallar nədir mən, başım çıxmaz dərəcələrdə. Bunun vəkili olur, Dadıqada bundan himayət edir. Deyir ki, Quzaq, rəislər, firqəçilər, necə siz indi öz nizamınıza bağlısınız, necə öz firqəyə siz bağlısınız, bu da bir təşkilatın burada adamıydı. Bu rəisi ləşkəri, bir istilah rejimi şahıdır. Bunun da bir vəzaifi vardı. Bunun da vəzifəsi buydu, qoymayan ləşkəri siz piruz olasınız. İndi gəlmişsiniz, piruz olmuşsunuz. Ataza rəhmətlə, tamam. Və bu Zəncənəni niyə öldürürsünüz? Zəncənə ki, Xiyabanı Qaşanı bir zaman onun adını aydı, Zəncənə Xiyabanı. Deyir ki, mən bundan canana dif edir. Zəncənədə. Qutulandan sonra Dadıqa Zəncənə deyir ki, Cənab Nurullaxan Yekanur, mən özüm Tehrandan vəkil gətirsəydim, bu cür məndən dif eləyə bilməzdir. Yəni, o qəd canana dif edir. Dər nəticə, bunu edamdan qutarır. Çünki biləxərə, ləşkərin böyüyüdür İranda. Firqə ilə daveliyyətdən biri böyüyü buydu. Bunu edamdan qutarır. Hətta Təbrizdə buna Dadıqa təzyiq nəzər qoyurlar ki, edir, orada da bundan dif edir. Oranın difaiyəsi, Urmiyyənin difaiyəsindən də xoşurtər olur. Dadıqa təzyiq nəzər deyir, buna bəraət verir. Bəraət verməsə bir məhkumiyyət cüzü verir. Axırda da yollu Tehrana. Təhvil verin Tehrana, Tehranın ilusudur. Ərz eləyim, iş dönür, vərəq dönür. O zamandır ki, firqə şikəst yiyir, Ərteş piruz olur. Nəfər əvvəl Ərteş ki, varıdı Urmi yolu Zəncənə. Zəncənə ki də rəis ləşkər-i şəhsar Urmiyyədir, ya bir ləşkər halı adının üçün şəhsar dəymiş. Biləxərə sərləşkər böyük Zəncənəymiş. Zəncənə vaxtı gəlir, bu Ərteşdə müstəqərli olur, Urmiyyəni kamil alır, deyir, Nurullaxan Yekanur'una tapın mən görüm. Bir də deyirlər, bunu mənə əmim nəql edir, öyəy əmim Bəxşəli Himməti. Bizim şöhrətimiz nəzəridir, onun şöhrəti dədədən ayrıymış, nənəsi mənim babamla izdivac edir, bizə əmi olmuşdu, əmi faslar natəni deyir, bizdə öyəy əmi deyirik. Ərz eləyim. Bu deyir ki, buna deyirlər, gedin Nurullaxan Yekanur'u mənə tapın, aman bunu bir başına əlazaq gətirirlər bir də. Bir nəfər də deyir, o torpaq qalada müstəqərri idi. Əşrar indi həmlə eləyiblə bilmirəm nədir, deyir, amandır, qaçın onu qutarır. Gedirlər, görürlər Nurullaxan Yekanur'u həm edam eləyiblər, həm vurublar, həm yaralayıblar, öldürüblər də cənazəsini orada vuruldu. Gəlirlər Zəncənəyə deyirlər ki, Nurullaxan Yekanur'u öldürdülər. Yəni yetişənmədi onu kətirib sənin huzuriyə.
bir ah çəkirdi, gedin onu öldürəməcək. Gedirlər 3-4 nəfər dələ-dülədən o pahalı dillə bunlar öldürür. Bu xıta onlar da sevinirlər ki, bizi zəncənə çağırıb caizə verər də biz. Deyir ki, hansız o ölümlü zərbəni vurdunuz? Burada biri deyir ki, mən vurdum. Mənə əsli zərbəni mən vurdum. Zəncənə hökm eyrəpan onu öldürür. Ki, sən bir durun ki, qonarsan kimi mənə öldürmüsən. Nurullah xan yeganə bir şəxsiyyətdir ki, düşmən də olsa bizə lazımdır. Dost da olsa lazımdır ki, İranın dostuydu, Urmiyənin dostuydu. Urmiyəni o qutarmışdı. Mənim rəhmətli Bəxşəli Məhdi deyərdi, mən getdim Dada, bu cərəyandan sonra və Hamon dövrəsindən qaçdı, cənazə qalmışdı Torpaqalada. Deyim, mən getdim, cənazəsini götdüm, gətdim ağa qəbrində, Aya Ərəb bağının qəbrindən biraz fasilə ilə orada buyladım. Qəbir düzəltdim bilərsən filan deyim. Ki, Cumhuriyyə İslamı zamanı həman qəbri oradan aradan apardılar, indi müxabirat düzəlib onun qəbri üstündə. Bu da mənim o zaman əmim mənə nəql eləmişdi. Çox gözəl müştəri.